Salam, hər vaxtınız xeyir. Coğrafiya güvən test toplusu üzrə sual izahlarına davam edirik. Yeni bir bölməyə başlayırıq. Yerin forma və ölçüləri, dərəcə toru, coğrafi koordinatlar, xəritə və qlobus. A qrup test tapşırıqları sual 1. Verilən miqyaslara əsasən generalizasiyanın azalma ardıcıllığını göstərin. Generalizasiya bildiyimiz kimi ümumiləşmə, sadələşmə deməkdir. Yəni ixtisar olunan obyektlər, ərazilər daha çox olur generalizasiya çox olanda və generalizasiya kiçik miqyaslı xəritələrdə daha çox olur. Böyük miqyaslı xəritələrdə isə daha az olur. İndi baxaq, bizdən nə istəyir? Azalma ardıcıllığını göstərin deyir. Ona görə biz kiçik miqyasdan başlayıb böyük miqyasa doğru sıralamalıyıq. Bu verilən miqyaslar arasında ən kiçik miqyas 2-dir. 2-dən sonra 1-dir. 1-dən sonra 4, ondan sonra da 3. Yəni 1-də doğru cavab olacaq C variantı. Sual 2. Qlobus və xəritə üçün eyni əlaməti seçin. A. Müstəvi üzərində təsvirlərdir. Xeyr, qlobus müstəvi üzərində təsvir deyil. Xəritə amma müstəvi üzərində təsvirdir. A. Doğru cavab deyil. B. Heç birində təhrif yoxdur ifadəsi də yanlışdır. Çünki xəritədə təhrif var. C. Generalizasiyaya məruz qalmırlar ifadəsi də yanlışdır. Hər ikisi də generalizasiyaya məruz qalır. D. Coğrafi koordinatlar təyin oluna bilmir. Əksinə, coğrafi koordinatlar təyin oluna bilir hər ikisində də. Y. Miqyaslı təsvir vasitələrdir. Bəli. Y-ni götürəcəyik. Doğru cavab 2-də Y variantıdır. 3-ə baxırıq. Verilmiş xəritə hansı kartoqrafik proyeksiyada tərtib olunmuşdur? Baxın, elə bu şəkildən aydın olur ki, bu konus proyeksiyasıdır. Konus proyeksiyasından bildiyimiz kimi qütb ətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələrinin tərtib edilməsində istifadə olunur. Bu zaman meridianlar bir nöqtədən çıxan düz xəttlər şəklində təsvir olunur. Paralellər isə qövsvari formada təsvir edilir. Yəni cavab olacaq konus proyeksiyası, 3-də doğru cavab B variantı. Sual 4. Coğrafi koordinatları 31 dərəcə şimal enliyi və 17 dərəcə şərq uzunluğu olan məntəqə sxemdə işarələnmiş bölgələrdən hansında yerləşir? Gəlin baxaq. 31 dərəcə şimal enliyi deyilsə, deməli 30-la 40-ın arasında olmalıdır. Və 30-la 40-ın arasında da yerləşən 3-cü məntəqə var. 17 dərəcə şərq uzunluğu da təbii ki 10 dərəcə ilə 20 dərəcə şərq uzunluqları arasında olmalıdır. Yəni doğru cavabımız elə 3-cü məntəqədir. Yəni 4-də doğru cavab oldu C variantı. 5-ə baxırıq. 42-48 dərəcə cənub enliyi və 127-137 dərəcə qərb uzunluğu arasında yerləşən coğrafi koordinatlar hansı sahələrə düşür? Gəlin baxaq. 42-48 dərəcə cənub enliyi deyirsə, bu 40 dərəcə ilə 50 dərəcə arasında yerləşən məntəqələr ola bilər. Yəni 3-də, 4-də aiddir buna. İndi baxaq görək 127-137 dərəcə qərb uzunluğu hara düşür? 127, 137, 140-la 120-nin arasında olmalıdır. Yəni sadəcə 4-cü məntəqə düşür. 3 enliyə düşsə də uzunluğa düşmədiyi üçün götürmürük. Sadəcə 4-cü məntəqəni götürürük. Yəni 5-də doğru cavab yalnız 4-cü məntəqə, yəni C variantı. Keçdik 6-cı suala. Coğrafi koordinatları 40 dərəcə şimal enliyi və 40 dərəcə şərq uzunluğu olan məntəqə Bakıdan hansı istiqamətdə yerləşir? Gəlin bunu çəkək, daha aydın olsun. Bildiyimiz kimi Bakı 40 dərəcə şimal enliyində yerləşir. Gəlin ilk öncə Bakının coğrafi koordinatlarını qeyd edək. Bakı 50 dərəcə şərq uzunluğundadır. Bura Bakı. Həmin məntəqədə deyir 40 dərəcə şimal enliyində və 40 dərəcə şərq uzunluğunda yerləşir. Yəni enliyi eynidir, lakin 40 dərəcə şərq uzunluğudur. Yəni burada. Baxın, bu da olsun A məntəqəsi.
Deyir ki, Bakıdan hansı istiqamətdə yerləşir? Baxın, Bakıdan hansı istiqamətdə yerləşir? Bu hansı istiqamətdir? Təbii ki, qərb istiqamətində yerləşir. Yəni 6-da doğru cavab olacaq B variantı qərbdə. 7-yə baxaq. Generalizasiya nəyə deyilir? A. Xəritənin məqsəd və miqyasından asılı olaraq orada təsvir olunan obyektlərin seçilməsi və sadələşdirilməsinə bəli. Bayaq da dedik, generalizasiya, yəni obyektlərin seçilib ixtisar olunması, bəzilərinin atılması, bəzilərinin isə təsvir olunmasıdır. Yəni ixtisar olunan ərazi bu generalizasiya adlanır, ümumiləşmə, sadələşmə. B. Yerin Günəş ətrafında hərəkət etdiyi yol orbit yoludur. Bunun generalizasiya aidiyyəti yoxdur. C. Günəşin ekvator xətti üzərində zenitdə olması da təbii ki, aid deyil. D. Meridian və paralellərin yaratdığı dərəcə torunu xəritə üzərində kartoqrafik şəbəkəyə çevirməyin riyazi üsulu kartoqrafik proyeksiyalardır. Yəni generalizasiya bunun da aidiyyəti yoxdur. Y. Yerin özü ətrafında 10 dərəcə dönməsi üçün sərf olunan vaxt da buna aid deyil. Deməli, 7-də doğru cavab oldu A variantı. 8-ə baxaq. Coğrafi koordinatları verilmiş məntəqələrdən hansılar bir-birinə daha yaxındır? Bunu cavabları əsasən yoxlamaq daha məntiqlidir. Gəlin baxaq. A variantına baxırıq. A variantında A və B-ni götürüb baxırıq. A və B hər ikisinin enliyi eynidir. 40 dərəcə cənub enliyi və biri 20 dərəcə qərb uzunluğunda yerləşir. Digəri isə 30 dərəcə qərb uzunluğunda yerləşir. Yəni aralarında sadəcə 10 dərəcə uzunluq fərqi var. Yəni bunlar daha yaxına oxşayır hələ ki. Digərlərinə də baxaq. B-yə baxaq. A və Y. Baxırıq, A 40 dərəcə cənub enliyində yerləşir, Y isə 15 dərəcə şimal enliyində yerləşir. Baxın, görün aralarında nə qədər enlik fərqi var. 40 üstəgəl 15, 55 dərəcə enlik fərqi var. Yəni məsafə uzunayır. Yəni B ola bilməz. C-yə baxırıq. C-də də B və Y-ni götürüb, yenə biri 40 dərəcə cənub enliyidir, digəri 15 dərəcə şimal enliyidir. Yəni əks yarımkürələrdir. Yenə burada məsafə artır, uzaqdılar bir-birlərindən. D-yə də baxırıq, C və D-ni götürüb, C 25 dərəcə şimal enliyi, sonra D də 25 dərəcə şimal enliyində yerləşir, sonra biri 20 dərəcə şərq uzunluğunda yerləşir, digəri 30 dərəcə şərq uzunluğunda yerləşir. Yəni C və D də ola bilər hələ ki. Y-yə də baxırıq, D və Y, D-də 25 dərəcə şimal enliyidir, Y-də 15 dərəcə şimal enliyi, yəni aralarında fərq var yenə, uzaq olur bu məntəqələrdə. İndi qaldıq A və D arasında. İndi baxaq görək. Deməli, burada nəyə fikir verəcəyik? Fikir verəcəyik ki, 40 dərəcə cənub enliyində 1 dərəcənin uzunluğu, yəni həmin paraleldə 1 dərəcənin uzunluğu 85,4 kilometrdir. Yəni qütbə doğru yaxınlaşdıqca meridianlar arasındakı məsafə qısalır. Ona görə də ekvatora ən yaxın yerləşən məntəqələrdə məsafə daha böyük olur. Bu enliklər arasında da D-də nə deyirdi? C və D. 25 dərəcə şimal enliyi ekvatora daha yaxın yerləşdiyi üçün bu məntəqələr arasında, yəni 20 dərəcə şərq uzunluğu ilə 30 dərəcə şərq uzunluğu arasında 10 dərəcə uzunluq fərqi var. Lakin o 10 dərəcəni biz daha böyük məsafədir. Həmin 10 dərəcə 40 dərəcədə yerləşən 20 dərəcə qərb uzunluğu, burada da 30 dərəcə qərb uzunluğu, yəni burada da 10 dərəcə uzunluq fərqi var, burada da 10 dərəcə uzunluq fərqi var. Lakin 40 dərəcədəki daha qısadır. Niyə? Çünki yer kürə formasındadır və qütbə doğru getdikcə meridianlar arasındakı məsafə azalır. Ona görə də buradakı daha yaxın olacaq. Yəni bu məntəqələr bir-birinə daha yaxındır təbii ki.
Ümid edirəm fikrim sizə aydın oldu. Yəni A və B doğru cavablardır. 8-in doğru cavabı A variantı olacaq. Keçdik 9-a. Afrikanın bir bölünsün 5 milyon miqyaslı torpaq xəritəsini miqyasına, ərazi əhatə etməsinə və məzmununa görə təsnif edin. Miqyasına görə bildiyimiz kimi artıq bu kiçik miqyaslıdır, yəni orta miqyaslı ola bilməz. B-də verib kiçik miqyaslını. Dünya və yarımkürələr xəritəsi deyil, çünki materiklər və okeanların xəritəsinə aiddir. Yəni bu C variantına uyğundur. Həm də torpaq xəritəsi tematik xəritədir. Yəni tematik xəritələrdə yalnız bir mövzu təsvir edildiyi üçün biz bunlara deyirik tematik xəritələr. Burada da sadəcə torpaq təsvir olunub. Ona görə tematik xəritədir. Yəni 9-a doğru cavab olacaq C variantı. Ona baxırıq. Silindrik proyeksiya ilə tərtib olunmuş dünya xəritəsində ən az və ən çox təhrifə məruz qalan müvafiq materiklər. Bildiyimiz kimi silindrik proyeksiya ilə o ekvatora yaxın yerləşən ekvator boyu ərazilərin təsvirində istifadə olunur bu proyeksiya. Ona görə də ekvatorda yerləşən ərazilərdə təhrif daha az olur. Qütbdə yerləşən ərazilərdə təhrif isə daha çox olur. Ona görə indi bizdən ən azı istəyir. Ən az təbii ki, Afrikada olacaq. Niyə? Çünki Afrika ekvator bölgəsində daha geniş sahə tutur. Qütbdə də yerləşən Antarktidada təhrif daha çox olacaq. Ona görə onda doğru cavab olacaq elə Y variantı. Keçdik 11-ə. Deməli, bitki örtüyü, yaşayış məntəqələri, hidroqrafik şəbəkə, relyef, yollar. Bu komponentlərin hamısı bütövlükdə hansı xəritədə görmək mümkündür? A. Yarımkürələrin fiziki xəritəsində. Yarımkürələrin fiziki xəritəsində biz yolları görə bilmərik. Yəni A aid deyil. Yaşayış məntəqələrində görə bilmərik təbii ki. B-yə baxırıq. Azərbaycan Respublikasının siyasi inzibati xəritəsində. Siyasi inzibati xəritəsində təbii ki, biz bitki örtüyünü görə bilmərik. Hidroqrafik şəbəkədə təbii ki, qismən az təsvir olunur. Yəni B-yə aid deyil. C. Azərbaycan Respublikasının oroqrafik xəritəsi. Deməli, oroqrafik xəritə, yəni relyefin xəritəsidir. Yəni relyefi görəcəyik, amma yaşayış məntəqələrini burada görə bilmərik. Dünya siyasi xəritəsində də təbii ki, dünya siyasi xəritəsində yolları, yaşayış məntəqələrini görə bilmərik. Y-yə baxırıq. Azərbaycan Respublikasının ümumi coğrafi məlumat xəritəsində. Bəli, ümumi coğrafi xəritələr də biz bütün bunların hamısını görə bilərik. Yəni 11-də doğru cavab oldu Y variantı. Deməli 12-ci suala baxırıq. Böyük miqyaslı xəritələrin tərtib olunduğu miqyasları müəyyən edin. Baxa, A-da 1 bölünsün 500 min, bu orta miqyaslıdır. A variantı deyil. B, 1 bölünsün 20 min, 1 bölünsün 100 min, 1 bölünsün 150 min. Bəli, 200 minə qədər olanlar böyük miqyaslı xəritələrdir. Digərlərinə baxmağa ehtiyac yoxdur. Doğru cavab B variantı. C-də də gördüyümüz kimi kiçik miqyaslı xəritələrdir. Burada da yenə burada kiçik miqyaslı xəritə, yenə burada da kiçik miqyaslı xəritəni görürük. Yəni 12-də doğru cavab oldu B variantı. 13. Xəritələrdə olan təhrif növlərinə aid deyil. Xəritələrdə bildiyimiz kimi forma, bucaq, sahə, uzunluq təhrifi olur, lakin dərinlik təhrifi yoxdur. 13-də doğru cavab oldu Y variantı. 14-də baxaq. Sıxəndə coğrafi koordinatları verilən ərazilərinin hansının həqiqi sahəsi daha böyükdür? Baxın, bayaq dedik, ekvatora yaxınlaşdıqca meridianlar arasındakı məsafə artdığı üçün təbii ki, biz ekvatora yaxın yerləşən koordinatları seçməliyik. Burada da ekvatora yaxın yerləşən koordinatlar təbii ki, ən yaxını 0-10 dərəcə olandır. Digərləri isə ekvatordan daha çox uzaqda yerləşirlər. Ona görə burada meridianlar arasında məsafə daha çox olduğuna görə həqiqi sahədə təbii ki, daha böyük olacaq. 14-də doğru cavab oldu C variantı. 15. Xəritənin plandan fərqli cəhəti.
A. Miqyasının olması. Hər ikisi miqyasla təsvirdir. B. Nisbi hündürlüyü təyin etmə imkanı. Hər ikisində nisbi hündürlüyü təyin edə bilirik. C. Yerin əyriliyinin nəzərə alınması. Bəli, xəritənin plandan fərqli cəhəti budur ki, yerin əyriliyi nəzərə alınıb. 15-də doğru cavab C variantıdır. Digərlərinə də baxaq. Şərti işarələrlə təsvir olunması. Hər ikisi də şərti işarəli təsvirdir. Cəhətləri təyin etmə mümkünlüyü. Hər ikisində biz cəhətləri təyin edə bilirik. 15-də doğru cavab oldu C. 16 da kifayət qədər asan sualdır. Xəritələrin tərtib olunduğu müvafiq kartoqrafik proyeksiyalar müəyyən edin. Artıq biz formalardan asanlıqla bilirik. 1 konusdur, 2 silindrik proyeksiyadır. 3 də azimutaldır. Deməli, 16-da oldu doğru cavab C variantı. Keçdik 17. 17-ci suala. Dünyanın siyasi xəritəsinə əsasən nəyi müəyyən etmək olmaz? Deməli, dünyanın siyasi xəritəsinə əsasən nəyi müəyyən etmək olmaz? 17-də A-ya baxırıq, ölkələrin yerini müəyyən edə bilərik. B. Dağların və düzənliklərin mövqeyini, təbii ki, bunu müəyyən etmək olmaz. 17-də doğru cavab B variantıdır. Lakin digərlərinə də baxaq. C. Okeanların yerini müəyyən edə bilərik. Ölkələrin paytaxtını müəyyən edə bilirik. Çayları və gölləri, yəni böyük çayları və böyük gölləri də təbii ki, müəyyən edə bilirik dünyanın siyasi xəritəsində. 18. A, B və C məntəqələri arasındakı məsafə xəritə üzərində 33,3 sm bərabər olarsa, xəritənin miqyasını tapın. Deməli, biz ilk öncə A-dan B-yə qədər olan dərəcə fərqinə baxmalıyıq. 30 dərəcədir və meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometr olduğu üçün 30 dərəcəni vuracaq. 30 dərəcəni vuracaq. Bir dəqiqə. Aha. 30 dərəcəni vuracaq 111 kilometr. O da bərabərdir 3330 kilometr. A-dan B-yə qədər 3330 kilometrdir. Bəs B-dən C-yə qədər? B-dən C-yə qədər də neçə dərəcə fərq var? Baxırıq 50 dərəcə və 80 dərəcə. 80-dən 50-dən çıxırıq, edir 30 dərəcə. Və 30 dərəcəni də vururuq 111-ə. Niyə 111-ə? Çünki 0 dərəcəlik enlikdə 1 dərəcənin qiyməti təqribən 111 kilometrdir. Ona görə bu da olacaq 3330. Sonra bunları toplayırıq. 3330-un üstə 3330 gələndə edəcək 6660 kilometr. Bu həqiqi uzunluqdur. Xəritədəki uzunluğu bilirik. Miqyası tapmaq üçün nə edəcəyik? 6660-ı böləcəyik təbii ki 33,3-ə. O da bərabərdir. Bölək 200 kilometr və bunu ədədi miqyas şəklində necə göstərirdik? 1 bölünsünümüzü yazırıq, 200-ü yazırıq, yanına 5 sıfır əlavə edəcəyik. Niyə? Kilometrdir çünki. 1, 2, 3, 4, 5. İndi oxuyaq miqyasımızı. 1 bölünsün 20 milyon, yəni 18-də doğru cavab oldu D variantı. Keçdik 19-cu suala. Kiyev şəhərinin yerləşdiyi paralel çevrəsinin uzunluğu 25812 kilometr olarsa, bu paralelin 1 dərəcəlik qövsünün uzunluğunu hesablayın. Təbii ki, paralel çevrəsi olduğu üçün və tam çevrədə 360 dərəcə olduğu üçün biz bu rəqəmi təbii ki, bölməliyik 360 dərəcəyə, yəni 25812-ni bölürük 360-a. Tam çevrəyə bölürük ki, 1 dərəcəni tapaq. Mən burada bölüm birbaşa yazım cavabı. Deməli, böldüyüm oldu 71,7 kilometr, yəni 19-da doğru cavab oldu B variantı. Keçdik 20-ci suala. Sxemə əsasən K, L və M məntəqələrindən təyyarələr Bakı şəhərinə daha qısa yolla çatmaq üçün müvafiq olaraq hansı istiqamətlərdə hərəkət etməlidir? Deməli, Bakı yerləşir 40 dərəcə şimal enliyində, yəni 50 dərəcə. Bakı, baxın, burada mən çəkmək istəmirəm. Təsəvvür edin ki,
Gəlin burada çəkim. Kitabı heç üzrə yazmağı xoşlamıram. Burada çəkim bircə dəqiqə. Deməli, çəkdim. Bakı yerləşir 40 dərəcə şimal enliyində, 50 dərəcə şərq uzanlığında. 50 dərəcə şərq uzanlığında. İndi nə deyir? Hansı istiqamətdə hərəkət etməlidir? K-dan Bakıda baxın. Bura oldu Bakı. K-dan uçan təyyarə hansı istiqamətdə hərəkət etməlidir? Təbii ki, cənub-şərq istiqamətində hərəkət etməlidir. K-nı tapdıq. Cənub-şərq. Eli tapaq. Eldən hərəkət edən təyyarə cənubi-qərb. Gəlin yazaq, yadımızdan çıxmasın. Cənub-şərq. Bu K-dır. Eldən cənubi-qərb. M-dən isə baxın şimali-qərb olur. Şimal-qərb. Deməli, cənub-şərq, cənubi-qərb, şimal-qərb 20-də doğru cavab oldu. Y variantı. Belə. Bugünlük bu qədər. Ümid edirəm ki, bu videolar sizlər üçün faydalı olur. Əgər faydalı olursa kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm.